Hamıya salam. Necəsiniz? Ümid edirəm yaxşısınız. Bu günləri biraz sizə səmiyyətsiz kimi görünə bilərəm. Üzr sayın, çünki kanalımın ilk videosudur və şu an kamera qarşısında özümü çox da rahat hiss eləmirəm. Amma olsun. Bu günləri sizlə bir yerdə hansı filmi sizcə nəzərdən keçirəcəyik? Biraz düşünəyim. Before üçləməsini. Absolute Cinema. Bu filmin yeri məndə ayrı olduğu üçün birinci bu filmdən başlamaq istədim kanalımın ilk videosu olaraq. Çünki mən bu filmin həm gerçək hekayədən olduğu üçün, həm də ki elə bir yaşanıb və qıraqdan çəkiblər. İndi sizə bir filmlər haqqında biraz məlumat verəcəm. Sonra bu filmin arxasında olan əsl hekayəni danışacağam. Sonra da ki film haqqında, bu üç film haqqında bütöv fikrimi deyəcəm. İzlədikdən sonra öz fikirlərimi notebookuma yazmışdım. Hətta bu kameranı açmazdan əvvəl oturdum, bir də oxudum ki, yadıma salım bəzi yazdığım fikirləri ki, hamısını bir yerdə yığım sizə deyim. Və ondan qabaq da sizə əlfəcilimi göstərmək istəyirəm. Selin Jesse kimdədir deyə soruşmayın. Aramızda. Heç belə yazmışam öz fikirlərimi. Buradan oxuya bilərsiniz, bilmirəm. Sonra belə. Deməli, birinci filmimiz Before Sunrise, rejissoru hamımız bildiyimiz kimi və daha da yaxından tanıyacağımız Richard bu filmi 1995-ci ildə çıxardı. Before Sunrise daha çox sevgini də göstərmir. Sevgi ilə yanaşı bizə zamanın necə keçdiyini, insanlar arasında sevginin necə zamana qaldığını və bu zamanın bizim həyatımıza necə təsir elədiyini göstərir. Bu film özlərinə ən kiçik anlardan belə nələrsə tapmağa çalışan iki gəncin arasında keçir. Onların arasındakı dialoqlardan keçir və mən çox sevirəm. Filmdə sadəcə 2 nəfər olsun və sadəcə belə axıcı söhbət olsun. Çox sevirəm elə filmləri. Və bu filmdə onun başyapıtıdır. Jesse ilə Selinin dialoqları, onun axıcılıqları 20'li yaşdakı insanların da, cavanların da çox bilmişdiyi. Filmin ən böyük qəhrəmanı Viyana şəhəri. Viyana şəhəri də ki, bu filmin kiçik və intim dünyasına xüsusi bir yer tapıb özü üçün. Deməli, filmimiz necə başlayır? Budapeştdən Viyanaya gedən qatarda iki cavanın bir-biri ilə qarşılaşması ilə başlayır. Yəni Jesse ilə və Selinin qarşılaşması ilə. Onların arasındakı dialoq qabaqlarındakı oturacaqda oturan qadın və kişinin dalaşması ilə, yəni ilişkiləri haqqında, öz münasibətləri haqqında nəsə dava eləyirlər və qatardan arxaya keçəndə bu Selinlə və Jesse'nin baxışması ilə bir-birlərinə qarşı olan hisslərin ortaya çıxması başlayır bu film. Onlar səhərə qədər Viyana şəhərinin küçələrində gəzirlər, bir yerdə xüsusi hadisələr yığırlar özləri üçün. Çox əyləncəlidir. Ümumiyyətcə bu Before Sunrise filmini yığanda ortaya bir şey çıxır. İki cavanımız var. İki cavan bir-birlərinə qarşı olan hissləri var və bu hissləri az bir zaman sıxışdırmağa çalışırlar. Ki bəs yox, biraz da yaşayaq, biraz da daha çox bir yerdə anı yığaq ki, bəs biz limiti dolduraq. Çünki vaxtımız azdır, amma hələ də hadisəni yaşaya bilərik. Demə, gəldik ikinci filmimizə. Bundan tam 9 il sonra çıxan, yəni 2005-ci ildə çıxan Before Sunset filminə. Before Sunset'də diqqətimi ən çox çəkən bir şey zamanın və itirilmiş fürsətlərin təkrarsız təsiridir. İlk filmdəki həyəcan və əyləncəyə baxmayaraq, ikinci film, yəni Before Sunset filmi daha çox reallığa və belə ağır bir havaya sahibdir. Çünki onlar hələ də keçirdikləri o həmin bir günü unuda bilməyiblər. Bu əslində mənə daha çox itirilmiş zamanın qəbulu kimi gəldi. Çünki artıq onlar öz həyatlarını müəyyən bir yer tutublar, amma hələ də bir-birlərini unuda bilməyiblər.
Before Sunset mənim üçün daha çox belə iki filmi birləşdirən bir film kimidir. Bəlkə də biraz keçdikcə daha çox sevməyə başlayıram. Məsələn, ilk Before Sunrise-ı sevmişdim. Demişdim, yox, bu üçləmədə ən sevdiyim film Before Sunrise-dan. Biraz keçdikcə dedim ki, ən sevdiyim film Before Sunset-dir. Yəni, bəlkə də biraz da keçəndən sonra deyəcəm, ən sevdiyim film Before Midnight-dır. Yəni, bəlkə də bu biraz yaşın və bəzi şeyləri anlamağınla artan bir pillədir. Before Sunset-də olan hadisələrin çoxunu deməyəcəm, çünki biraz spoiler kimi olacaq və mən istəmirəm sizə spoiler verim. Buna görə də gələk Before Midnight-a. Bir dəqiqə biraz ara verək. Before Midnight deməli çıxır 2013-cü ildə. 2013-cü ildə çıxdığından sonra təbii ki də hamı tərəfindən yenə sevilir, yenə deyirlər bir şey filmdir deyilir. Bu film əvvəlki filmə nisbətən daha realistik bir yanaşma ilə ilişkilərinin, sevgilərinin necə sınaqdan keçdiyini, onlar arasındakı münasibətin mürəkkəbliyini göstərir. Before Midnight-da sevdiyim şeylərdən biri də ki, dialoqların və aktyorluqları və aktrisalıqları çox qəşəng. Və Before Midnight-da da ki, bunu deyim ki, onlar spoiler olacağı üçün demirəm. Bunu da deyim ki, biz birinci filmdə mən demişdim ki, qadın və kişinin dalaşması ilə film başlayıb, onlar bir-birlərinə hisslər duyublar və gəldi üçüncü filmdə də ki, yenə aralarındakı bilmirəm, yaş artdıqca meyli olur, yoxsa sevginin həqiqətən də zaman keçdikcə azallığı üçün meyli olur, yoxsa zamanın həqiqətən sevgini udduğu üçün. Və Before Midnight-ın ən sevdiyim səhnəsidir. İkisi də yan-yana otururlar, gün batımını izləyirlər və sakitcə dayanırlar. Sakitcə dayanırlar və o susqunluq belə nə qədər söz ifadə eləyir. Söz, yəni deyir bizə, cümlələr qurur bizə. Elə bu üçləmənin də ən böyük şeyi də ki, budur. Susmaq. Susurlar, amma biz həmin səhnədən, o həmin ekrandan nə qədər səs eşidirik. İndi gələk mənim həyəcanla gözlədiyim yerə. Bu filmin arxasındakı hekayə nədir? Bu filmin arxasındakı hekayə mən eşidəndə çox təsir eləmişdi mənə. Çünki filmi qutarandan sonra mən bunu öyrəndim. Durub 5 dəqiqə zarafat eləmirəm. Ekrana falan baxmışdım. Belə olmuşdu. Zarafat eləmirəm. Deməli, rejissorumuz Richard. Bağışlayın kəsdiyim üçün, amma bu videonu editləyəndə gördüm ki, mən həmin bu hadisəni danışdığım yerdə kamera çəkməyib. Və onun üçün indi davam edirəm sizə hekayəni danışmağa. 1989-cu ildə Richard bacısını görmək üçün Philadelphia gedir. Philadelphia'ya gedəndə o bir oyuncaq mağazasında Amy adında bir qızla tanış olur. Tam Before Sunrise-dakı hadisələri eynisini yaşayırlar. Onlar bir yerdə həmin o bir gecəni keçirdirlər, səhərə qədər bir yerdə olurlar, üzərinə xatirələr yığırlar. Və həmin gecədə Richard qayıdır, Amy'yə deyir ki, mən bu hadisələrin, bu xatirələrin bir filmini çıxardacağam. Və sözün üstündə də durur. Before Sunrise-ın əksinə onlar əlaqə qurmaq üçün bir-birləri haqqında məlumat alırlar, amma biraz keçdikdən sonra əlaqələri kəsilir. Və əlaqələri kəsildikdən sonra Richard Before Sunrise filmini çəkməyə qərar verir, çünki o elə düşünür ki, Amy bu filmi görəcək, o məndən təzədən əlaqə saxlayacaq. İndi isə gəlirik Before Sunrise filminin çıxdığı ilə. Before Sunrise çıxdıqdan sonra dünyaya böyük bir səs salır. Amma Richard görür ki, Amy'dən hələ də səs yoxdur. Və bunun üstünə durur Before Sunset-i çıxardır. Before Sunset çıxdıqdan sonra hələ də Amy'dən səs çıxmır. Richard deyir ki, yəni filmin bu qədər tanınır. Niyə Amy məndən hələ də əlaqə qurmayıb? Və gözlənilən o an gəlir. Richard'a bir dənə məktub gəlir. Məktub da Amy'nin dostundan gəlir. Richard gördükdən sonra ki, məktub Amy'nin dostundan gəlib, biraz həvəslənir, deyir ki, tapdım, bundan sonra Amy ilə əlaqə qura biləcəm. Amma məktubda gözləyən şey o deyil idi.
Məktubda yazılmışdı ki, Amy birinci film çəkilməzdən əvvəl avtomobil qəzasında həyatını itirib. Bunu oxuduqdan sonra Richard özünə gələ bilməsə də, heç kimə bunu bəlli eləməyib, 3-cü filmi də çıxardır. Və o, filmin axırında Amy üçün kiçik bir xatirə buraxır. Bu danışdıqlarımdan sonra indi təzədən qara bir yerə keçəcəksiniz. Sağ ol. Bəli millət. Videom bu qədər idi. Özünüzə yaxşı baxın. Məni unutmayın. Kanalıma abunə olun. Bildirimləri açın ki, bütün videolarımdan xəbəriniz olsun. Like eləməyi, yorum yazmağı unutmayın. Hamınızı sevirəm. Sağ olun. Çok cringe oldu. Heç nə olmaz. Videomuzda qutardı. Ondan ayağa qalxa bilərik. Şuraya bir tayt var. Prosto düzlüyüm.